Dostlar, Almaniyadan salam. Mənim xüsusi təşəkkür videom olacaq. Bizim Azərbaycandakı TikTok video blogerləri, hansı ki onların şəklini burada qoymuşam. Görürsünüz. Mən sizlərə dərin təşəkkürlüyümü bildirirəm. Hər şey üçün çox sağ olun. Həqiqətən siz bizim üçün çox əziyyət çəkdiniz. Hər şey üçün çox sağ olun. Ləmanı, kotisi, hıqısı, nə bilim, renkası, osu, busu. Həqiqətən hər şey üçün çox sağ olun. Hər şey üçün çox sağ olun. Nahidi, baboşu, nə bilim, timası, cücəsi, osu, busu. Hər şey üçün çox sağ olun. Həqiqətən mən Almaniyadan sizə dərin təşəkkürümü bildirirəm ki, mən atamla bəzi məsələlərdə tez-tez həmsöhbət oluram. Atam mənə çox gözəl bir məsləhət verdi. Dedi, bala, sən onlara çox sağ oluvu bildir. Sən onlara öz təşəkkürlüyünü bildir. Sən deyir, adətən Azərbaycan polisində günah axtarırsan, amma Azərbaycan polisi belələrini toxunmamaqla bizə böyük bir yaxşılıq edir. Bizə böyük bir gözəllik edir. Çünki məhz belələri bizə və bizim övladlarımıza, inkişafda olan gəncliyimizə nümunədir. Nümunə olaraq saxlayır. Buna görə Azərbaycan polisi çox sağ olun ki, bu düşüklərə toxunmursunuz və biz bu təzyiqləri öz övladlarımıza yetişməkdə olan gəncliyimizə nümunə çəkirik. Məsələn, necə? Qız övladlarımıza deyirik ki, ay mənim qız övladım, əgər sən təhsil almasan, sən savadlı bir kadr olmasan, bir mütəxəssis kimi yetişməsən, Ləman kimilər kimi, Kotu kimilər kimi, bax beləsinə mənim qızım, öz dəyərin və qiymətin olmayacaq. Ekran vasitəsilə, gecələrlə, gündüzlərlə oturub millətdən dilənəsən. Çünki həyat uşaq evin güzgüsüdür. Valideyn necə olarsa, uşaq da o yolu tutacaq. Mən sadəcə Ləmanın yanındakı uşağa ürəyim ağrır ki, o uşağın əli telefon tutan kimi anasının getdiyi yola gedəcək. Bu danılmaz fakt. Qan, gen, iz və mənzərə onu deyir. Oğul balalarımıza deyirik ki, ay oğul bala, sən əgər həyatda özünə düzgün mövqe seçməsən, bax, bunlar kimi olacaqsan, Nahid kimi, baboş kimi, cücə kimi, tibu kimi, bax, bunlar kimi olacaqsan mən bunu. Ona görə bizim inkişafda olan gəncliyimiz və əsas da valideynlərimiz çalışın övladlarınıza bunları nümunə çəkin ki, bala, cəmiyyətdən təcrid olunmuş insanlardır. Cəmiyyətin o pərdə arxası rəzillik durumuna çatdırılmış və həyatı sual altında qalmış olmuş insanlardır. Əziz gənclərimiz, siz elə fikirləşirsiniz ki, bunlar beləsinə sosial mediadan pul qazanırlar, həyatları luxury kimi life yox dostum. 15 yaşımda, 18 yaşımda və 21 yaşımda. Bu günləri 32 yaşım olacaq. 10-15 il bundan qabaq aldığım təhsil bugün məni ailəli olaraq, ailəmin tam təminatını həyata keçirmək üçün çox köməkli olur. Heç bir fiziki güc istifadə etmədən, yalnız zehni gücümlə mən öz həyatımı saxlayıram. Odur ki, dostlar, bunların adifikat həyatları sizləri çaşdırmasın. Bunların həyatları müvəqqətidir. Çünki bunların qızları həyat boyu hörmətli bir ailənin nə gəlini, nə də xanımı olmayacaqlar. Bunların kişiləri də həyat boyu hörmətli ailənin övladı, nə də yezəsi kürəkəni olmayacaq. Bunlar bir sinif kimi gəldi və gedərdi. Mən sizə həyatda düzgün olmağı arzu edirəm. Mən sizə həyatda savadlı olmağı arzu edirəm. Mən sizə həyatda təhsilli, elmli bir mütəxəssis olmağı arzu edirəm. Hər ölkədə, dünyanın hər ölkəsində bu tip kadrlar var və bu tip kadrlar xüsusi nümunə olaraq toxunulmazlardır ki, bu inkişafda olan gəncliyimiz bunları görüb örnək alsın, nümunə alsın. Çünki mən bunların nə nəslində, nə irsində, nə cinsində bir baş papaqlı adam görmədim ki, dərdimi, sirrimi bunlara deyim. Amma atamın çox gözəl sözü mənə çox böyük bir qızıl dəyərində bir söz oldu. Ayrıca da sizə öz təşəkkürümü bildirirəm ki, öz şəxsiyyətinizi alçaltmaqla, öz mənəviyyatınızı alçaltmaqla, öz belə milli mənəvi dəyərlərinizi ayaqlar altına verməklə bizim balalarımıza, bizim gənclikdə olan, inkişafda olan gəncliyimizə çox böyük örnek olursunuz. Bunun özü ayrı bir bilet elə bilir, risk elə bilir. Ona görə hər şey üçün çox sağ olun. Öz boyunuzu yerə soxmaqla bizim inkişafda olan gəncliyə dəstək olursunuz. Salamət.